ATV xəbərə baxırsınız. Sabunçu rayonunun Ramana qəsəbəsində axşam saatlarında dəhşətli ailə faciəsi baş verib. Ailə münasibətlərində yaranan ciddi gərginlik və böhran vəziyyəti nəticəsində 3 nəfər həyatını itirib. Hadisənin təfərrüatları təqdim edəcəyimiz sujetdə. Bir qızı, bir oğlu var. Hazırda hüquq mühafizə orqanları tərəfindən hadisənin bütün halları, o cümlədən münaqişəyə gətirib çıxaran səbəblər və hadisə anının detalları dəqiqləşdirilir. Rəsmi qurumların əlavə məlumat yayacağı gözlənilir. Əkbər Əlizadə, Elvin Muradov, Məhəmməd Hacızadə, ATV xəbər.